Çox təşəkkür edirəm, hörmətli xanım sədr, hörmətli xanım sədr, hörmətli millət vəkilləri, hörmətli xanım sədr, mən sizə xüsusilə təşəkkür etmək istərdim ki, Milli Məclisdə təqdim olunan hər bir təklif həm komitədə, həm şöbələrdə ayrı xüsusi olaraq qiymətləndirilir və müzakirə olunur. Eyni zamanda millət vəkilləri tərəfindən təqdim olunan xeyli sayda təkliflər qanunvericilikdə öz əksini tapıb. Bu baxımdan təbii mən sizə təşəkkür edirəm. Sadəcə mən ilk dəfə olaraq 3-cü oxunuşda yazılmışam. Səbəb təbii ki, ona bağlı ki, əvvəla mən ikinci oxunuşda təkliflərimi təqdim etmişdim, amma təqdim olan təkliflə bağlı düşünürəm ki, uyğun olmayan şərhin verilməsi, eyni zamanda bir sıra məqamları çox kiçik olaraq aydınlıq gətirmək istərdim. Əvvəla ikinci oxunuş zamanı hörmətli Əminə xanım qeyd etdi ki, dünyanın heç bir ölkəsində cərimə məbləğləri minimum əmək və ya əhalinin gəlirliyi ilə bağlanmır, amma əksinə dünyanın əksər ölkələrində cərimə məbləğləri minimum əmək və gəlirlik səviyyəsi ilə bağlanır. Və bunu təbii ki, xüsusən də Avropa İttifaqının dövlətlərin qanunvericiliyinə baxmaqla çox asanlıqla müəyyənləşdirmək olar. Çünki inkişaf etmiş ölkədə tətbiq edilən cərimə məbləğini hansısa digər zəif inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkədə tətbiq olunması praktik olaraq mümkün deyil. Eyni zamanda təbii ki, ikinci oxunuşda qeyd edilen şərhlərdən biri yaşayış minimumla bağlı idi, amma mənim təklifim əslində cərimə məbləğlərinin deyil, ziyanın məhdudlaşdırması ilə bağlıdır. Və bu praktikada bir sıra ölkələrdə tətbiq olunur, çünki ziyanın məhdudlaşdırması dövlət bizim öncə də müzakirə etdiyimiz Hesablar Palatasının hesabatında qeyd olunduğu kimi, xüsusən də dövlət vəsaitlərinin istifadədə, təyinatından yayındırılması hallarını xeyli dərəcədə minimumlaşdırır və təbii ki, ikinci oxunuşda yaşayış minimumla bağlı hər hansı bir təklif olmadı. Ona görə nə üçün yaşayış minimumun xüsusi vurğulanması da mənim üçün aydın deyil, amma nəzərə almaq lazımdır ki, Azərbaycanda da bütövlükdə cərimələrin minimum əmək bağlılığı uzun müddət tətbiq olunub. Hazırda da vergi məzələsinə əsasən bir sıra ödənişlər minimum əmək məbləği ilə birbaşa bağlıdır və minimum əmək məbləği Cənab Prezident tərəfindən təsdiq olunduğuna görə bu əslində bütün dünyada da qəbul edilmiş bir meyardır. O baxımdan xüsusilə qeyd etmək istərdim ki, bu praktika inkişaf etmiş ölkələrin və eləcə də bir sıra MDB ölkələrinin praktikasına uyğundur və bir daha sizə təbii ki, müzakirələrin təşkilinə və dəstəyinizə görə təşəkkür edirəm. Çox sağ olun.